Bizdən səslənən fikirlərə görə Bakı News TV məsuliyyət daşımır. Biz media ilə bağlı layihəmizi davam edirik. Bugün də mediaya aid olan problemlər, ümumiyyətlə Azərbaycan ictimaiyyətini maraqlandıran problemlər barədə söhbət eləmək üçün studiyamıza Gündəm Xəbər qəzetinin təsisçisi və baş direktoru Şirin Cəfəri studiyamıza dəvət eləmişik. Şirin bəy, salam. Salam. Xoş gəlmişsiniz. Biz təzə fəaliyyətə başlamağımıza baxmayaraq, elə ilkin layihəmiz media ilə bağlıdır. Azərbaycanda medianın ümumi vəziyyəti buna bağlı olaraq biz Azərbaycanın ictimai həyatında rol oynayan media işçilərin, media rəhbərlərin, jurnalistləri dəvət edirik və onların fikrini öyrənirik və tamaşaçılarımıza çatdırırıq, belə deyək. Birinci sualımız ənənəvi sualdır. Gündəm Xəbər qəzetin fəaliyyəti barədə. Əvvəlcə mən sizi təbrik edirəm. Çox sağ olun. Çox sağ olun ki, belə bir ilkin addımlarla, yəni bunun gələcək, böyük bir gələcəyiniz var. Bir dəqiqə əsas mövzu elə media ilə bağlıdır. Azərbaycanda medianın vəziyyəti də elə ürəkaçan deyil. Birinci sualınıza cavab olaraq bildirim ki, Gündəm Xəbər qəzeti 2009-cu ildə qeydiyyatdan keçibdi Ədliyyə Nazirliyindən və 2009-cu ilin iyun ayının 1-dən fəaliyyətə başlayırdı. Və fəaliyyətə başladığımız devirdə bizim maliyyə imkanlarımız yox idi. Yəni biz bunu 0 manatdan, belə götürək, 0-dan başlamışıq. Həftədə bir dəfə fəaliyyətə başlamışıq və öz gücümüzə, öz təcrübəmizə əsasən biz ortaya bir qəzet qoya bildik. Yəni, hansısa bir çətinliyə baxmıyor. Bizim fəaliyyətimiz həftədə 2 dəfə oldu, sonra 3 dəfə oldu. Hal-hazırda gündəlik fəaliyyət göstəririk. Yəni, qəzet tam obyektiv şəkildə çıxır. Bizim üçün hökumət tərəfi, müxalifət tərəfi yoxdur. Biz tam azad, müstəqil biz qəzetik. Və qəzetimizin də ön səhifəsində, rubrikamızda da qeyd eləmiş ki, azad fikirli jurnalistlərin qəzeti. Yəni, hər bir jurnalist fikrində azadsa bizim qəzetdə fikrini ifadə edə bilər. Şirin bəy, mən bütün media işçiləri üçün azad, müstəqil media işçiləri nəzərdə tuturam. Ağırlı olan bir məsələyə toxunacağam. Mətbuata olan təzyiqlər, bu ümumi mətbuata olan təzyiqlər, yəni bunu hamımız üstümüzdə hiss edirik. Bizim qısa fəaliyyətimizə baxmayaraq artıq biz də bunu öz üzərimizdə hiss elədik və hiss eləməyik. Bundan əlavə bir də biz sualı birləşdirərdim, amma söhbət əsnasında mən bunun üçün yadınıza salacağım. Media məhbusları nə qədər ağır səslənsə də bu faktdır, bu var. Mətbuata olan təzyiqlər media məhbusları haqqında mən istəyərdim ki, siz ətraflı fikrinizi çatdırardınız. Düz ünvanlayırsınız sualı. Bəli, bu günlərin mətbuatın vəziyyəti ürəkaçan deyil. Mətbuat bu günlərin ağır bir şəraitdə fəaliyyət göstərir. Bəli, media məhbuslarımız da var. Məsələn, Xural qəzetinin baş redaktoru Əvvəz Zeynallı saxta bir şər böhtan atıldı, ona həbs atdılar. Bu düzgün addım deyildi. Bu birbaşa Azərbaycanı təmsil edən bir millət vəkili tərəfindən baş vermişdi, Gülər Əhmədova tərəfindən. Orada yəni elə bir səs yazma azad, elə bir
əsas da yox idi. Yəni əsassız yerə bu adam həbsə atıldı. Və gün gəldi onu göstərdi ki, Gülər Əhmədova özü kimdir, nəsidir, artıq bunu bütün dünya bilir. Və o həmin video görüntülərə görə də deputatlıqdan istefa da verdi və onun öz oponentləri ona qarşı öz fikirlərini də bildirdilər ki, o artıq cinayətkar bir adamdır, yəni onun onların arasında yeri yoxdur. Bu fikirlər əsasında və bu günlərim Əvəz Zeynallı dərhal azadlığa buraxılmalı idi. Bəli, bu üzr istəyirəm, birbaşa olmasa da bu adamın günahsızlığını sübut edən amildir. Hər şey göz qabağındadır ki, bu adam, yəni o kimdir, bu kimdir və o adam bunu əvvəlcədən də səslənirdi ki, bu şər-böhtan əsasında həbsə atılıbdır. Korrupsioner bir millət vəkili, əgər bu ki, adamı nədəsə ittiham edirsə, bu ittiham artıq öz qüvvəsini itirir. Təbii, öz qüvvəsini itirir və ortada tək rüşvət məsələsi deyildi, həm də ortada adam oğurluğu məsələsi vardı. Bu ən ağır cinayətdir. Bəli, ən ağır cinayətdir. Adam oğurluğu məsələsi idi. Həmin adamın geri qaytarılması əsnasında 2 milyon, 4 milyon söhbətlər olmuşdu orada və mən prezidentin gedən siyahını dəyişdirmişəm, oradan sizin adınızı salmışam. Belə söhbətlər, bu çox böyük bir cinayətdir, böyük, ağır bir... Yəni, bu Gülər Əhmədovanın öz gücü deyil. Təbii ki, o bir qruplaşmaya aiddir. Hakimiyyətdə özünə yer etmiş, o köklənmiş bir qruplaşmaya aiddir. Onu da cəmiyyət görür və bunun heç adını çəkməyə ehtiyac da yoxdur. Artıq hər şey məlumdur, hər şey bəllidir ki, bunlar nədir. Və qəzetlərə qarşı olan təzyiqlər yenə də davam edir. Şəxsən Gündəm Xəbər qəzetinə qarşı, mənə qarşı böyük cərimələr tətbiq olunubdur. Vergilər Nazirliyinin, deməli, ilkin olaraq... Şirin verilən üzr istəyirəm. Bir neçə fakt, məsələn, bu cərimə niyə görə tətbiq olunur? Cərimə, bilirsiniz, əsasən Azərbaycanda həbsə atılmadır, cərimə yönəltmədir və jurnalistin qarşı o bütün üzr istəmə, həbs olunma və cərimə tətbiq olunma, bunlar hamısı sifariş əsasında həyata keçirilir. Bunların sifarişi verilir və həmin sifarişə əsasən də kiminsə barəsində bir yazı gedib, onun xoşuna gəldi. Bəli, işlər görülür və həmin o işə baxan hakimlər də məcburiyyət qarşısında o qərarı vermək məhkumunda olur. O qərarı verirlər və... Bu məhkəmələrin azad olmamasına bu bir də... Təbii, məhkəmələr azad deyil, məhkəmələr sifarişə xidmət edirlər. Bu göz qabağında və bugün də biz o məsələlərin içində yaşayırıq. Və bugün də məhkəmələrimiz gedir və bunu da görürük. Yenə də davam edir. Hələ ki, bilmirik bu harada dayanacaq. Ölkə başçısı, cənab prezident buna bir dur deyəcəkmi? Biz bunu gözləyirik ki, bu qanunsuzluqlara, bu haqsızlıqlara bir dur deyən olsun ortada. Hələ ki, bu yoxdur və biz bunu görürük. Şirin Bey, bu sizin qəzetinizdə belə bir qeyri-adi demək olar buna, şəkil toplusu nümayiş etdirilir. Belə qəribə biraz ad da qoyulsun, mətbuat qəssabları. Bu barədə bir açıqlama verərdiniz ki, kimlərdir bu? Kimlər olduğu şəkillərdən bəyandır, amma belə bir, yəni ictimaiyyət üçün, tamaşaçılar üçün bu biraz, bu barədə açıqlama verərdiniz. Niyə görə bunlar mətbuat qəssablarıdır? Nə səbəbə siz bunlar mətbuat qəssabları adlandırırsınız? Onlar, bildirim ki, onlar öz adlarına layiq yer tapıblar. Yəni, onlar öz... Kimlərdir bunlar? İndi adlarını bir zaten... Hansı qurumdur? Ayrı-ayrı qurumlardır və adlarını da açıqlayacağım. Hamısında niyə bunlar o siyahıya düşür? Bəli, mətbuat qəssabları, qəribə belə bir... Deməli, ilkin olaraq Azərbaycan Respublikası Prezident aparatının İctimai Siyasi Şöbəsinin müdürü Əli Həsənov bizim qəzetimizin bağlanması və mənim həbsə atılmağım haqqında sifariş verdi. Həmin sifarişin də icraçıları Mətbuat Şurası, bugün yəni o özünü Mətbuat Şurası adlandıran bir qurum var. Onlar bu işi başladılar icra eləməyə və mənimlə bağlı korrupsiya, baş prokuror yanında korrupsiya qarşı mübarizə idarəsinə
onlar müraciət göndərdilər ki, yəni mənimlə bağlı bunlar araşdırma aparsınlar və araşdırmanın da nə ilə əlaqədar olduğunu onu qeyd eləməklər. Çünki mənim haqqımda nə korrupsiya faktı var, nə vəzifə səlahiyyətlərini aşma faktı var. Siz korrupsiyadan necə günah andırırdınız? Bunlar belə, yəni onlar ünvanlanan o... Mənim üzrüysən, özləri ilə sizi səs alıblar. Bəli. Düzdür. Mən hər şeyi açıqladım və bildirdim. Onu korrupsiya qarşı mübarizə idarəsində də bildirmişəm ki, korrupsiya hardadır, kimdədir, necədir. Dəqiqliyindən geçsinlər, araşdırsınlar. Onlar yəni, müstəqil fəaliyyət göstərsin, buyursunlar, araşdırsınlar və görsünlər korrupsiya hardadır. Və bunlar ortada bir şey tapmadılar mənimlə bağlı. Sonra Vergilər Nazirliyi yanında audit departamenti var. Həmin o qurumu göndərdilər bizim redaksiyaya. Onlar gəldilər, bizdə araşdırma apardılar. Mən onlara bütün sənədləri, qəzetin fəaliyyət devrindən başladı, bütün kassa mədaxil məxaric ordenlərini, keçirdiyim pullar və xərclədiyim pullar və əldə etdiyim o devriyyədən gələn pullar, bunların hamısını və vergiyə nə qədər ödəmişəm, bunların hamısını bunlara izah elədim və o rüblük hesabatları. Bunlar dedi ki, bizi o hesabatlar maraqlandırmır, sizin bütün sənədləriniz lazımdır, o təhlil təhsil sənədləri. Dedim, məşğullar indi arxivdədir, biz bir ofisdə yox, dəyişmişdik. Amma dedim, mən yığaram onları. Yəni, mən onları toplayana kimi bunlar artıq mənim haqqında qərar verdilər. 68.244 manat mənə cərimə elədilər. Və qəzetimizin tirajını da 8.000-dən götürdülər. Hansı ki, həmin devirdə bizim qəzet 1500, 2000 bu civarda nəşr olunurdu. Amma onlar yalan olaraq bizə qarşı bu cəriməni tətbiq elədilər və qəzetimizi Azadlıq Müsavat qəzetinə oxşadaraq belə, yəni onlar belə bir özlərinə qanun tətbiq ediblər ki, bu qəzet oxşuyur bu qəzetə, biz bunun tirajını götürüb buna yönləndiririk. Mən də onların həmin departamentin şöbəsi var idi, orada həmin şöbəyə bütün sənədləri təqdim elədim, bütün fəaliyyət devrində olan sənədlərin hamısını təqdim elədim. Təhlil təhsil sənədi qəzetin, hansı firmalarla işləmişik, hamısını təqdim elədim. Onlar heç ona da baxmadılar, qərarı qüvvədə saxladılar. Və nəhayətdə mən məsələ ilə əlaqədar bir saylı Bakı şəhər bir saylı İnzibati İqtisadi Məhkəməyə mən müraciət edirəm. Hal-hazırda işimiz oladı, iş proses gedir. Bir illik keçməsinə baxmayaraq hələ qərar yoxdur. Çünki bizim əlimizdə fakt, sübut hamısı yerdir, amma onların əlində sübut yoxdur deyə ona görə məhkəmə çətinlik çəkir. Və məsələ budur. Amma obyektiv bir məhkəmə keçirilsə, obyektiv bir proses keçirilsə, dərhal hər şey üzlədir, dərhal qərar verə bilərlər. Yəni bizim günahsız olduğumuzu ortaya qoya bilərlər. İndi yenə də biz gözləyirik, amma mən çox istəyərdim ki, öz haqqımızı Azərbaycanda tapaq. Və haqqımızı axtarmaq üçün beynəlxalq təşkilatlara və Avropa məhkəmələrinə getməyək. Və arzu edirəm ki, burada elə bir obyektiv bir məhkəmə olsun, elə bir obyektiv bir hakim olsun ki, o bizim haqqımızı burada bizə verə bilsin. Amma təəssüflər olsun ki, bugün ona rast gəlmirik hələ ki. İnşallah görək necə olur. Bilirsiniz, qəribə orasıdır ki, siz əzilən tərəf ola-ola, yenə də haradasa millətin, xalqın, dövlətin mənafeyin güdürsüz. Fikirləşirsiniz ki, Azərbaycanı bir də haradasa biabır eləməyib beynəlxalq aləmdə. Əsas onu götürür. Amma bu insanlar günahkar ola-ola, belə ki, son məqamda o instansiyada məğlub olacaqlar, yenə Azərbaycanın adına daha bir ləkə gələcək. Gedirlər bu. Bəli, biz Azərbaycan dövlətçiliyini və Azərbaycanın mövqeyini öz canımız kimi, öz qanımız kimi qorumağa hazırıq. Və mən Erməni-Azərbaycan müharibəsində 92, 93, 94-cü illərdə mən özüm müharibə iştirakçısı olmuşam. Bütövlüyümüzün uğrunda mübarizəyə qalxmışam və bugün də o mübarizəyə hazıram. Amma mən yenə də deyirəm ki, kənara çıxmaq istəmirik. Azərbaycan hüquqlarından kənara çıxmaq istəmirik. Haqqımızı burada tapmaq istəyirik. İndi onların o 3-cü səhifədə o mətbuat qəssabları yer almasından əlaqədar olaraq orada Fazil Məmmədov, həmin
haqqında söhbət açdım. Fazil Məmmədovun rəhbərlik etdiyi Vergilər Nazirliyinə aiddir və Fazil Məmmədovun orada qərarı var. Bu ona görə orada yer alıbdır. Bu mətbuat qəssab olub. Ələsonov sifariş verməyinə görə yer alıbdır. Və bu sifarişi icra edənlər, Mətbuat Şurasının rəhbərliyi, Əflatun Amaşov, Vüqar Səfərli, Vüqar Rəhimzadə. Bunlar Mətbuat Şurasının birbaşa baş kəsənləridir. Bunlar əllərinə keçən pulları yalı kimi yeməyə çalışırlar. Mətbuata kömək eləmək üçün, mətbuatın problemlərini həll eləmək üçün yaradan bir qrup, belə götürürlər. Bunların ancaq sözü söhbət. Əksinə onlar mətbuata təzyiqlərlə məşğul. Bəli, bunların indi o məsələyə mən Əflatunu biraz kənar tuturam, amma o birisilərin əsas gündəlik o danışıqları, gündəlik o müzakirələri kimin katibəsi necədir, kimin katibəsi nə cürdür. Onlar gözəl-gözəl qızlar katibə qoyurlar yanlarında, belə eləyirlər. Bunlar yəni bir tərbiyəsizlikləri də var bunların. Bunlar yaxşı əxlaqsızdır. İndi onu deyənmərəm, amma təbii ki, o katibənin gözəlliyindən, çirkinliyindən asılı olmuyor. Əsas bazarlığına əsasən işə götürülməlidir, amma görünür ki, orada hərə özü üçün bir gözəl katibə seçir. Bunlar yəni pul o qədər çoxdur ki, artıq bunlar bu işlərlə məşğullar. Məsələn, bu yaxınlarda bu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir layihəsi oldu. Həmin layihədə müsabiqə keçirildi və həmin müsabiqədə qaliblər birinci yer 1000 manat, ikinci yer 500 manat belə mükafatlandırılırdılar və nazir tərəfindən. Amma bunu Mətbuat Şurası birbaşa olaraq mənimsədi. Necə mənimsədi? Vüqar Səfərlinin oğlu, yəni bunu hamı danışır, bunu bütün mətbuat deyir və bu da sübut olunur ki, bu adam yazı yazmaq belə bacarığında deyil. Bu adam jurnalistika fəaliyyəti görəcək bir səlahiyyətdə deyil, amma onun adına 1000 manat birinci yeri tətbiq edilir. Baxın, Azərbaycandakı jurnalistləri gözünüzün qabağından keçirin və Vüqar Səfərlinin oğlunu fikirləşin. Görün, bu nə dərəcədə doğrudur. Birinci yeri verdilər ona, ikinci yeri verdilər Vüqar Rəhimzadənin bacısı oğluna. Yəni, pullar bu aralarda mənimsənilir ki, nazirlikdən gələn pul bunların arasında bölüşdürülsün. Daha bu külünk vuran əsl jurnalistlərə qismət olmasın. Yəni, bunların obyektivliyi yoxdur. Bunlar özlərini bir dövlət məmuru kimi, bir baş kəsən kimi belə bir formada aparırlar. Amma bu çox getməz, inanmıram bu çox gedir. Artıq hamı bunu bilir, Cənab Prezident də bilir bunu. Onda bütün qanunlar var, Mətbuat Şurası və Mətbuat Şurasının başında duran Ələsonov nə işlərlə məşğuldur, hansı korrupsiyaya əl atırlar. Bunları artıq görürlər və vaxtı, məqamı çatanda məsələ artıq ortaya qoyulacaqdır. Yəni, onların mətbuat qəssabı alması məsələsi odur və orada Anar Məmmədli, Ziya Məmmədovun oğlu Anar Məmmədli də yer alıbdır orada, mətbuat qəssabları sırasında. Anar Məmmədli heç nədən, yəni Yevlax Avtovağzalının müdürü Bəhram Məmmədov Ratidə özü gəldi, orada mətbuat konferansı keçirdi və orada açıqladı ki, mənə qarşı təzyiqlər var, mənim ərazimdə tikintilər gedir, həmin tikintilərdə fəaliyyət göstərən ağır texnikalar Zıqan Holdinqə məxsusdur. Və Zıqan Holdinqdə bildiyiniz kimi onun idarə heyətinin rəisi Anar Məmmədovdur. Və bunun başında duran budur. Biz də bu yazını, yəni ona istinadən, onun mətbuat konferansına istinadən biz onu işıqlandırdıq və bir neçə qəzetlər işıqlandırdıq. Bir neçə qəzetlərdən ikisi-üçü onlar üzr istədilər, geri çəkildilər. Amma mən, yəni üzr istəməyə orada bir əsas yoxdur. Nəyə görə mən üzr istəməyəm? Olan faktı götürüb yazmışam. Özümdən mən bunu yazmamışam. Mən bunu orada mətbuat konferansında işıqlanan məsələdə bunu biz götürüb yazmışıq. Və onlar həmin o iş adamına, o avtovağzalın müdürünə təzyiqlər elədilər, onu xüsusi ittiham qaydasında məhkəməyə verdilər və ona xəbərlər göndərdilər ki, sən həbs olunacaqsan, sənin vəziyyətin yaxşı olmayacaq, sən geri çəkilməsin. Nəhayətdə onu geri çəkildi, gəldi mətbuat konferansı keçdi ki, mən belə sözlər deməmişəm və sonda bunlar o məsələdən sonra düşdülər mətbuat üstünə, qəzetlərin üstünə.
artıq qəzetləri verdilər məhkəməyə ki, bu budur, bunlar bu sözü deməyib, amma siz bunu yazmışsınız. Və biz bunu təsdiqlədik. Necə? Biz həmin adamın vəkili ilə əlaqə saxladıq. Biz onun vəkili ilə görüşdük Yevlaxda və onunla biz video çəkiliş apardıq, onun bütün danışıqlarını. O dedi ki, bəli, bu yazılanların hamısı düzdür. Orada Zıqan Holdingin ağır texnikası fəaliyyət göstəribdir. Mənim ona vəkil olandan sonra mənə qarşı təzyiqlər oldu, mənim ofisimi boşaltdılar, mənim ofisimi dağıtdılar. Yəni, bunları yazdığımız kimi həmin adam da təsdiqlədi. Məhkəməyə biz bunu nə qədər sübut elədiksə də, məhkəmə bunu əsas saymadı. Yəni, baxmadı. Məhkəmə baxmadı. Təəssüflər olsun ki, hakimlər qərara verə bilmirdi. 2 hakim dəyişdi və 3-cü hakim, o da başkəsən hesab olunur, həmin Yasamal rayon məhkəməsində Tahir İsmailov. O 2 gün içində qərar verdi, bizi 10.000 cərimə elədi. Həmin məsələyə. Və bugün konkret olaraq bizim Vergilər Nazirliyi tərəfindən yönəlmiş o cərimə, o 1/3 misli və faizi gətiriblər, 116.000-ə qaldırmışdılar. 10.000-də Anar Məmmədovun cəriməsi, 5.000-də William Hacıyevin, əvvəl Samux rayon icra hakimiyyətinin başçısı idi, indi hal-hazırda İmişli rayon icra hakimiyyətinin başçısı William Hacıyev. O bizi 5.000 cərimə elətdirdi. Biz orada iş adamı ilə bağlı bir mövzuya toxunmuşduq, iş adamını incidirdi və iş adamı da gəldi, bizə müsahibə verdi, iş adamına istinadən biz yazdıq ki, bu adamın ona 500.000 borcu var. Həmin iş adamının materiallarını işlədir, pul alıb və onu qaytarmır. Və bir də orada əsas mövzu prezidenti allatmaq məsələsi idi. William Hacıyev orada bir iş qurmuşdu, orada konkret olaraq prezidenti allatmışdı. Deməli, prezident Samux rayonuna səfər edir. Bu adam o qədər ilgintilər aparır ki, onun nə şahmat klubu tikib, nə bir şey eləyib, rayonda bir irəliləyək olacaq bir iş görmür. Bizə orada yerli cəmaat çatdırdı, biz orada reportaj da hazırladıq. Yerli cəmaat da biz onu bildirdi və getdik yerində də gördük ki, həqiqətən də elədir. Orada bir Mosu adlı, bir Asaqlar kişidir, Mosu kişi deyirlər ona. Onun bir çayxanası var. O çayxanasını yenicə təmirdən çıxardır və prezident də həmin ərəfədə Samuxa səfər edir. Və bu gəlir Mosu kişi ilə danışır ki, mənə bura 1-2 günlük buranı bir şahmat klubu kimi mən göstərdim, sonra azad fəaliyyətini göstərdim. Kişi də neynəsin, rayonun başçısıdır, məcburdur onu əməl edir. Və ora gətirir şahmatları düzür, ora lent bağlayır. Cənab Prezident də indi nə bilsin ki, yerlərdəki nümayəndələri onu fırıldaq. Və gəlir onu orada kəsir, orada şahmat qulunu asır. Həmin adam hal-hazırda da İmişlinin icra hakimiyyətinin başçısıdır. Bəli, həmin adam da hal-hazırda İmişlinin icra hakimiyyətinin başçısıdır. Biz orada onu tam əsaslı, tam sübutlu ortaya qoyduq və sonra da o tələm-tələsi bir balaca bina tikdi həmin çayxananın bölümündə göy elə şahmat. Amma biz o prezidentin açılış elədiyi klubu da, o şahmat klubunu, yəni hansı ki, indi Mosu kişinin çayxanasını, onu da açıq biz yazmışdıq, o şəkildə qoymuşduq. Hamısını buna baxmayaraq yenə də öz rayonunda bizi cərimələdilər. Samux rayonunda biz məhkəməyə verildi, həmin iş adamı ilə birlikdə. O da asfalt zavodun müdürüdür. 30.000 onu cərimə elədilər, 5.000 də bizi cərimələdilər. Bizim üst-üstə bir 116, 126, 132 min bizim bir dəqiqə borcumuz, yəni cəriməmiz var. Nə olacaq bunun axarı? Hələ ki, indi biz də dayanmırıq, öz haqqımızı, öz səsimizi çıxardırıq ki, bu düzdür, biz qanun çərçivəsində məhkəmələrə müraciət edirik. İndi bu instansiyaları gedirik. Mən ona görə deyirəm, üzərimizdə məhkəmələr çoxdur. Amma biz bunu apellyasiya məhkəməsi, ali məhkəmə və mən ona görə bayaq səsləndirdim ki, haqqımızı Azərbaycanda tapmaq istəyirik. Biz kənara çıxmaq istəmirik. İndi təvəkkül Allah, görək. İnşallah. Şirin Bey, bu barədə danışdıq. Yəni, bunlar hamısı çox gözəl, faktlara söykənmiş açıqlamalardır və Azərbaycanda azad müstəqil mətbuatın, vəziyyətin güzgü kimi əks etdirir. Bunu biz bilirik haradasa, amma bunu açıqlamaq lazımdır ki,
bu yoldaşlar, bu vətəndaşlar nəticə çıxarsınlar və bu, mən sözümdən çəkinmirəm, bu mındar əməllərindən əl çəksinlər. Mətbuat azad olmalıdır. Mətbuat bütün hadisələri güzgü kimi özündə əks etdirməlidir. Yəni ki, bəzəksiz, düzəksiz necə var və xalqa, millətə, vətəndaşa çatdırmalıdır. Ona görə də mətbuatı sıxmaq yox, mətbuata kömək eləmək lazımdır. Mən bunun qabağında başqa bir məsələyə toxunmaq istəyirəm. Düzdür, bu barədə bu mətbuat şurası açıqlama verib, kimlər açıqlama verib, mən onların açıqlamalarını bir o qədər də qəbul eləmirəm. Yəni ki, bu bəyazdan sün dediklərimiz də, başqa mətbuat işçilərinin dedikləri də biz bilirik ki, mətbuat şurasında da vəziyyət, bunları bilirik. Amma məhz bu problem özü, mən bilirəm ki, Azərbaycanda var. Hansı problem? Bunlar reket jurnalistlər deyirlər, reket media işçiləri. Mən ona haradasa dilənçi media işçiləri deyərdim, dələduz media işçiləri deyərdim. Yəni ki, var belə hallar. Bu son vaxtlarda elektron informasiya vasitələri, yəni internet saytlarının açılmağı ilə görürsən ki, biri bir kamera götürür, hansısa bir rayona mı, hansısa bir müəssisəyə mi, harasa. Yəni, bu hallar var. Bu barədə siz fikrinizi necə açıqlayırdınız? Düzgün sualdır. Bəli, bugün Azərbaycanda reket jurnalistlər, biz onlara reket yox, bunlar dilənçi. Dilənçi, dələduz. Bəli, dilənçi, dələduz. Birincisi bu... İlk növbədə xalqın maraqlarını satırlar onlar və mediada ləkə gətirirlər. Təbii. Amma bu var, bu faktdır. İndi onlar mövcud olsa da, bugün obyektiv, məsələn, qəzetlər də var. Heç olmasa bu mətbuatın adını qoruyub saxlayan, məsələn, 3-4 qəzet var. Ortalıqda var. Amma belə dilənçilər çoxdurlar, onlar qapı-qapı düşürlər. Və bu dilənçiləri də yetişdirənlər elə məmurların özləridir. Bunlar, əgər məmur işində safdırsa, işində şəffafdırsa, o gələn yoxlama və yaxud da ki, jurnalist, hər kim gəlirsə, niyə ona rüşvət verir ki? Böyle təmizsə, bütün sənətinlə, subutunla, faktınla hər şeyi izah eləsin, heç kim ona bir söz deyə bilməz. Fakt qarşısında. Olunan şantajın qabağında da hüquq mühafizə orqanlarına müraciət edir. edir. Əgər şantaj varsa, şantajın da qabağında bəli, hüquq mühafizə orqanları var, bu işə baxan məhkəmələr var, müraciət edə bilər, öz haqqını orada tapa bilər. Amma təəssüflər olsun ki, belə deyil. Əksəriyyət məmurlar savasızdır, onlar bizneslə məşğul olan adamlardır, oliqarxlardır, gəliblər indi vəzifələrlə təmsil olunublar, yəni pulun gücünə və gələnlər də pulla yola salırlar. Ona görə də Azərbaycanda belə dilənçi jurnalistlərin sayı gündən-günə artır. Və Mətbuat Şurası ilk dəfə belə bir addım atdı ki, bu reket jurnalistlərə qarşı bir mübarizəyə və biz də bunu yaxşı qəbul elədik, dəstəklədik, qoşulduq həmin mübarizəyə. Amma sonunda gördük nədir? Mətbuat Şurası ilə reket jurnalist yetişdirməklə məşğuldur. Bir çox jurnalistlər var ki, belə onların öz əllərinə işləyirlər. Konkret onların öz əllərinə işləyir və həmin jurnalistlər özləri səsləndirir ki, mənim adamım var, budur. Və bu günlərində onlar götürüb obyektiv fəaliyyəti olan qəzetləri reketlər sırasına salırlar. Demirəm oradakının hamısı obyektiv, xeyr. Orada məsələn bir 2, 3, 4 belə qəzetlər var ki, onlara o ad ümumiyyətlə yaraşmır. Bunu məmurlar da çox gözəl bilir, bunu cəmiyyət də çox gözəl bilir, hamı çox gözəl bilir. Və onlar o qəzetlərin adını elə İki Gündən Xəbər qəzeti olmaqla, ora salmaqla öz nüfuzlarını aşağı saldılar. Özləri nüfuzdan düşdülər. Yəni cəmiyyətdə, ictimaiyyətdə. Onlar bizi qara siyahıya salırlar, özləri üçün bir qanun tətbiq edirlər. Hansısa faktlar var mı bunların? Heç bir fakt yoxdur. Heç bir fakt, əsas yoxdur. Əsassız yerə, yəni bunu ictimai nüfuzdan salmaq üçün qəzeti. Belə, yəni hansısa bir məmur olaraq. Bu da təzyiqin bir növüdür. Bəli, bu da təzyiqin bir növüdür. Onlar qeyri-hökumət təşkilatıdır. Onlar Ədliyyə Nazirliyinin qeydiyyatdan keçib və qeyri-hökumət təşkilatı onların hər hansısa bir qərar vermək səlahiyyəti yoxdur. Kimsə haqqında. Və biz də bir qəzet olaraq
Biz də müstəqil qəzeti Ədliyyə Nazirliyinin qeydiyyatdan keçmişik və onlar necə qərar verirsə, biz də onların alternativ olaraq belə qərar veririk. Onlar bizə reket deyirsə, biz onlara mətbuat qəssabları deyirik. Və hər kəsin də siyasi göz qabağındadır, cəmiyyət də onu özü yaxşı hesab edir. Şeymi, bir suala da toxunum. Bu, yəni media işçilərinə hardasa, hansısa güzəştlər, yardımlar, belə kömək demək olar buna, necəsə. Bu olmalıdır. Bu, yəni Azərbaycanda vəziyyət elədir ki, mən burada sizə iki sualı birləşdirmək istəyərdim, amma ki, belə bir qısa cavab. Hal-hazırda siz fəaliyyət göstərirsiniz. Maliyyə vəziyyətiniz neyin hesabına formalaşır? Yəni, heç kimin pulunu saymaz, bu düzgün deyil, amma ki, siz indi məhkəmələrdə olan, yəni burada bir sir yoxdur. Bir də reklam bazarında yeriniz varmı? Yəni ki, sizin bu maliyyə bazı neyin hesabına formalaşır? Bir belə, necə deyim, obyektiv qəzet olaraq siz reklam bazarında özünüzə yer tuta bilirsiniz. Düzgün sualdır. Elə bir dəqiqə qəzetin, ya mətbuatın ən ağırlı yeridir ki, bugün reklam bazarı monopoliyadadır. Onlar xüsusi göstərilən qəzetlərə reklamlar gedir və yuxarıdan tapşırıq verilir, sən ancaq filan qəzetdə reklamını yerləşdirə bilərsən. Həmin qəzetlərin satışı, yəni normal bir, obyektiv bir ortalıqda, bazarda satışı onun cəmi 2% təşkil edir. Və 2% isə o reklamı verən şirkətin özü də razı deyil ona və məcbur. Əgər o reklamını bizim qəzetlərə yönləndirsə, yəni oxunaqlı qəzetlərə yönləndirsə, təbii ki, o şirkətin başı ağrıyacaq. Bütün o dövlət qurumları tərəfindən, vergi tərəfindən, o tərəfindən təzyiqlərə məruz qalacaq, onun işi bərbad olacaq. Ona görə də məcbur işini qorumaq üçün o monopoliyaya xidmət edir. Və onlar deyən qəzetə reklam verər və deməyən qəzetə vermir. Bu günlərim Azərbaycanda bu var, mövcuddur və müstəqil fəaliyyət göstərən qəzetlər reklam əldə edə bilmir. Çox çətin bir vəziyyətdir. Bir dəqiqə, əsas qəzetin o maliyyə mənbəyi reklam olmalıdır, bu da yoxdur. Biz artıq məcburuq, məcburiyyət qarşısında gecəmizi günümüzə qatırıq. Məsələn, 3 işçinin əvəzinə 1 işçi fəaliyyət göstərir. Belə bir ixtisarlarla biz iş aparırıq ki, ortalıqda bir qəzet saxlaya bilək. Təbii ki, bizim satışımız var və bizim maliyyəmiz ancaq satışdandır. Biz satışla özümüzü saxlayırıq. Bunu bizdə işləyən, fəaliyyət göstərən jurnalistlər də özləri də bilirlər və onlar çox çətinliklə də pulu dərhal ala bilmirlər, qırıq-qırıq, az-az və az miqdarlar belə. Amma onlar o qəzetin o müstəqilliyini, o azad fikirli jurnalistlərin orada yer aldığını görüb, onlar orada həm də bir fədakarlıq edirlər həmin qəzetdə. Əqidiyyə işləyirlər. Əqidiyyə işləyirlər, fədakarlıq edirlər. O əzilən, vurulan insanların səsini orada çıxardılar. Məsələn, bizim qəzetdə bütün şikayətlər orada birinci, yəni bütün mövzulardan öncə bütün şikayətlərə yer ayrılır. Vətəndaş yollar. Bəli, vətəndaşlar tutaq ki, polis tərəfindən, məsələn, işıq idarəsi tərəfindən, hansısa bir dövlət qurumu tərəfindən təzyiqə məruz qalır, ya haqqını tapa bilmir, ya pensiyasını ala bilmir, ya nəsə olur. Bunlar son ümid yeri mətbuatdır və biz də onu nəzərə alaraq, insanların o son ümid yeri olaraq biz birinci onların şikayətinə yer ayırıq qəzetdə. Əgər bizim qəzetimiz bütün səhifələrə, şikayətlərə həsr olunsa, biz onu baxacaq və adi yazılar yer almasa o qalacaqlar. Şirin, bu yaxınlarda bu media işçilərinə ev məsələsi, o hazırdır, deyəsən, bina, o paylanması. Mən bilirəm ki, media işçilərinin problemi çoxdur, problemindəki eləyən böyük problemlərdən biridir, ümumiyyətlə. Bu, evin paylanmasında obyektiv yanaşmaya inanırsınız? Yəni, orada hansı kriteriyalara görə, hansı amillərə görə bu evlər paylanır? Nə nəzərə alınacaq bu evlər paylanılanda? Və kimlərə üstünlük veriləcək haradasa?
Əslində orada obyektivlik gözləmək sadəlövhlük olar. Yəni, bunların fəaliyyətini görərək və bunların hərəkətlərini nəzərə alaraq orada obyektivlik gözləmək olmaz. Mən bayaq da fikrimi bildirdim ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ayırdığı jurnalist üçün. Jurnalistlər bilirsiniz ki, qəpik quruşa baxır. Jurnalistlərin vəziyyəti çox ağırdır və belə bir dövlət qurumları, belə bir layihələr ortaya atanda bu çox sevindirici bir hal, yaxşıdır. Yəni 1000 manat, 1500 manat o jurnalist öz dərdinə verə bilər ona, harası eləyə bilər. O da oğurlananlar. Söhbət jurnalistdən gedir. Yəni jurnalist yazır, bu layihəni yerinə yetirir və haqqını alır. Yəni bu obyektiv olarsa budur. Bu jurnalistə bir kömək olur. Amma təəssüflər olsun ki, orada mümkün deyil, onlar özləri həmin pulu mənimsəyir və dövlət büdcəsindən ayrılan o 2 dəfə vasitəsilə qəzetlərə ayrılan pullar öz qəzetlərinə gedir. Bilirsiniz ki, bu günlərin Kaspi qəzetidir, Politradır, Paritetdir və bir çox qəzetlər var ki, bunlar əl əsnadının monopoliyasındadır və bu qəzetləri onlar öz əllərində saxlayırlar və o vasitələ də dövlətin büdcəsini dağıtmaqla məşğullar. 6 aydan bir hər bir qəzetə 50.000 pul ayrılır. 50.000 pul da az pul deyil, böyük puldur və bu böyük pulun da kimin cibinə getməsi məlumdur. Onlar hətta dövlət qəzetlərindən biri olan Prezident aparatının qəzetidir. Yəni, belə götürəndə elə birinci dövlət qəzetlərinin birincisidir, Respublika qəzeti. Və onlar çox cəhd elər ki, Respublika qəzetinin öz monopoliyalarına sağlar, amma ondan nail ola bilmir. Və Respublika qəzeti bu məsələdə onlara heç bir güzəşt etmədi və onlar başladı Respublika qəzetinin abunələrini vurmağa da. Yəni biz araşdırma apardıq bir gün bunların fəaliyyəti ilə bağlı. Ümumi bir araşdırma apardıq və həmin araşdırmada həmin o fakta gəldik, rastlaşdıq ki, belə bir məsələ mövcuddur. Hətta onlar özlərinə belə arxayındılar ki, hətta Ələsənov əvvəllər hardan deyirdin, oradan danışırdı. Xarici İşlər Nazirinin sözündə o danışırdı. Mədəniyyət Nazirinin sözündə o danışırdı. Prezident aparatında sözündə, bütün hər yerdən, hardan deyirdin, oradan danışırdı. Amma bir gün biraz susufdur, çünki onun susmasında səbəbləri var, bəllidir. O artıq danışa bilməz, çünki onun bütün fəaliyyətləri göz qabağındadır, bu mümkün olmayacaq. Çünki haqq ədalət var. O haqq havası öz yerini tapanda belə insanlar məhv olacaq və bu günlərində məhv olmaq ərəfəsindədirlər. Yəni, budur. Bunlar obyektiv olmayacaqdır və bizdə çatan o bəzi məlumatlar da var ki, belə şifahi məlumatlar ki, həmin o bir neçə qəzetlər var, o dövlət qəzetlərinin içində də biri var orada da, bir neçə qəzetlər var ki, və gənc ailələri cəlb ediblər, orada adlarını o jurnalist qeydiyyatından keçirdilər ki, həmin evlərdən onlara versinlər və həmin onlardan da pullarını alsın. Tutaq ki, gedib 60-70 minə ev almalıdır, amma bu 40 min, 50 min, 30 min verib o evə əldə edir. Müəyyən faizlərlə. O da birbaşa həmin qəzetin baş redaktorunun və baş redaktoru da kimə bağlıdır, o pullar da oraya gedəcək. Bu da növbəti qazançdır və korrupsiya. Yəqin ki, bunu belə qoyulmaq olmaz. Təbii ki, biz araşdırma aparacağıq, mütləq mübarizəmizi aparacağıq, biz yerlərdə olacağıq, biz sorular keçirəcəyik ki, evlər kimlərə düşür. Biz təbii ki, bütün qəzetlərin əməkdaşlarını əlaqə saxlayacağıq. Bilirik biz bir dəqiqə kimlər, hansı qəzetlərin əməkdaşları kirayələrdə yaşayırlar. Onlar qazancının elə bir ki, 500 manat, 300 manat pul qazanırsa, onun 250-300 manatını kirayə verir, məcburdur buna. Onun 100 manat, 150 manatını yiyir və əynindəki paltarı baxırsan adamın belə hamımıza uyğundayır. Əynindəki paltar vaxt-vaxtında dəyişdirilir. Ancaq yuyulur, geyinir, həmən paltar ta bozarana kimi onun əynində qalır. Belə jurnalistlərimiz çoxdur, yəni evə ehtiyacı olan jurnalistlərimiz çoxdur. Kirayələrdə 10 illərlə də kirayələrdə yaşayırlar. Elə biri də bizim özümüz, fakt mənim özüm hal-hazırda yataqxanada yaşayır. Bir otaqlı yataqxana, 5 baş ailəndə. Bu da çox çətin məsələdir, çox acınacaqlı bir durumdur, amma biz buna məcburuq, məhkumuq, belə də yaşayırıq. Çox təəssüf ki, məcburuq, məhkumuq. Kimlərə görəsə? Kimlərsə imarətlərdə, saraylarda 1, 5, 10, amma kimlərsə
özünə bir yatacaq tapmağa çətinlik. Özlərinə nömrə alanda bəhsə girirlər, mənim nömrəm 100 olmalıdır, mənim nömrəm 300 olmalıdır. Zerkal nömrələr seçilir. Yəni, pulun hamısı o mənimsənlər pulların, yəni əzabsız, əziyyətsiz gələn pulların hesabına. Bu da dövlətin büdcəsindən qalan olur. Şirinmi, bizim ənənəvi sualımız var. Yəni ki, bu sırf Azərbaycan vətəndaşı, adi vətəndaş Şirin Cəfəri qarşıdan gələn prezident seçkilərindən nə gözləyir? Rəhmət olmasın, qısa, sırf öz fikrinizi, Azərbaycan vətəndaşı, sadə, adi vətəndaş. Qarşıdan gələn seçkiləri, yəni keçmiş seçkilərlə işte fərqləndirmək biraz çətin məsələdir. Yəqin ki, elə keçən seçkilər necə olursa, bu seçkilər də elə olacaq. Amma daxildə bir çaxnaşma var. Hakimiyyət daxilində bir çaxnaşma var. O, həmin orada tərəflər, yəni yaxşı tərəfi də var, pis tərəfi də var. Mən belə baxıram, o yaxşı tərəf, heç olmasa yaxşı tərəf, o hakimiyyətə yiyələnsə, hakimiyyətə gəlsə, yenə cəmaata biraz günahlıya bilər. Amma o pis tərəf, o hakimiyyətə yiyələnsə çox çətin məsələ olacaq. Azərbaycan cəmiyyəti üçün çox ağır olacaq. Çünki Azərbaycana onlar xidmət eləmir, onlar hərəsi bir ölkəyə bağlıdır. Rusiyaya bağlıdır, ora bağlıdır, Azərbaycan mövqelərinə uyğun deyil. Orada yəni belə götürəndə mən özüm müxalifətçiyəm, mən özüm Klasik Xalq Cəbhəsi Partiyasının həm də Ali Məclisinin üzvüyəm. Təbii ki, mən çox istəyərdim ki, mənim öz sədrim prezident olsun, mənim öz sədrim hakimiyyətə gəlsin. Biz daha obyektivliyi orada görərik. Amma yəni, bugün reallığa baxsaq, elə bu məsələlərdə, bu qruplarda elə İlham Əliyev özü, öz komandasından o hakimiyyətə yiyələnsə, yəni daha yaxşı olur. O birlərdən daha yaxşı olur. Mən istəmirəm ki, Azərbaycan xarici qüvvələrin əlində oyuncağa çevrilsin. Ən azından İlham Əliyev öz mövqeyini bir, 2-3 dəfə sübut edir. Məsələn, mən onun bir neçə müsahibəmdə də demişim, indi də xatırlada bilərəm. Dünya Azərbaycanlılarının qurultayında, Bakıda keçirilən qurultayında o birbaşa olaraq orada səslənir ki, mən 50 milyon Azərbaycanlı prezidentiyim. Yəni, bu balaca məsələ deyil. Bilirsiniz ki, o vaxt Əbülfəz Elçibəy bu sözləri deyildi və həmin sözlərində təzyiqlərinə məruz qaldı. İran, Rusiya, İngiltərə və bir neçə ölkələr tərəfindən təzyiqlərə məruz qaldı, hakimiyyəti devrildi. Yəni, bugün İlham Əliyev həmin o fikirlərdən birini səslənirdi. Bu, alqışlanası bir fikirdir. Təbii ki, bizim də mövqeyimiz budur. Bütöv Azərbaycan. Xalqın, millətin birliyinə səslənən. Xalqın, millətin birliyinə səslənən bir fikirdir. Bu, təqdirə layiqdir. Məsələn, Ramin Səfərov məsələsində atdığı addım, bu da, yəni, bunu danmaq olmaz. Ramin Səfərov məsələsində o bir uduş əldə elədi. Yəni, Ermənistan üzərində bir qələbə əldə elədi. Hətta bunu bütün müxalifət, bütün qəzetlər hamısı bunu işlandırdı. Özə manşet olaraq işlandırdı ki, bu, bəli, belə lazımdır. Onu da elədi. Yəni, bu məsələləri nəzərə alsaq, yəni, bugünkü o arada o 2013 uğrunda mübarizə aparan hakimiyyət daxili qruplaşmaların elə İlham Əliyev özü olsa daha yaxşı olur. Amma sonda təbii ki, mən obyektiv bir seçki keçirilərsə, yəni xalqın iradəsinə uyğun seçki keçirilərsə, Azərbaycana xidmət edən liderlər var, onların biri ola bilər və koalisyon bir hökumət qurula bilər, sırf millətə xidmət edə bilər. Bu 92-ci ildə o xalq hakimiyyəti var idi, həmin onlardan bugün də var, amma əsbər olsun ki, onlar hələ ki zəifdir. Obyektiv fikir söyləməyimizə görə minnətdaram sizə. Ümumiyyətlə, bütün söhbətə görə çox sağ olun. Sizə sağ olun, təşəkkür edirəm. Belə bir açıq bir mövzu ortaya qoyursunuz. Çox əhatəli, rahat danışa bilirik. Şəkildə bütün bu qəzetlər, bütün televiziyalar elə belə obyektiv olaydı.
və hər kəsdə özünə bir düzəliş verək. Biz obyektivliyimizlə fərq edirik. Qapılarımız da hamı önünüzdən açıldı. Sağ olun. Sağ olun. Çox sağ olun. Sağ olun. Thank you.